Bürclərin yeni dövrü, yeni keçid iki hissəyə böləcək onları. 29 noyabr 21:38-dən başlayaraq ay balıq bürcünə doğru keçid edir. Merkurin retro vəziyyəti, yəni retro koridoru bağlanır. Gözümüz aydın olsun. Keçmişin qapılarını dayandırırıq. Amma 6 bürc 21:38-dən 29 noyabrda başlayaraq danışıq və səslərlə idarə edə bilər hər kəsi. Manifestlər edə bilərsiniz, muduralar edə bilərsiniz, runo işarələrini aktivləşmə edə bilərsiniz, meditasiyalar edə bilərsiniz. Yoga ilə bədənsel enerjilərinizi aktivləşdirib özünüzü insanlara doğru belə deyim də idarə edici qüvvə kimi aktivləşdirib yeni bir qapı, yeni bir alan yarada bilərsiniz. Yəni yeni bir insanları öz ətrafınıza yığa bilərsiniz. Bu bürclərin içərisinə daxildir əqrəblər, balıqlar, buğalar, qoçlar, xərçənglər və oğlaqlar. Siz öz yeni dövrünüzü danışıq səsləriniz və enerjilərinizlə ən çox da fəzavi enerjilər bilirsiniz də nədir? Məntiq və düşüncələri 6-cı, 7-ci çakranızı görünməyənləri görməklə aktivləşdirərək belə deyim də xüsusi bir enerjiyə sahib olaraq qüvvə ilə siz insanları ələ ala bilərsiniz. Amma 30 noyabr 04:07-dən başlayaraq ay Qoç bürcünə keçid eləyəcək və ay belə deyim də Venüs Əqrəb bürcünün belə deyim də sonlarında olacaq və Uranla qovuşması, qarşı-qarşıya olması, sirlərin, yarımçıqlıqların, belə deyim də sizə yuxuların, görünməyən belə deyim də ətrafda olan insanların yalan olaraq, gizlənmə olaraq bütün hamısını aktivləşdirəcək. Yəni sizin ətrafınızda nə baş verirsə, belə deyim də görünməyənlər hamısını yuxuvuzla, belə deyim də kimlərinsə təsirindən mənəvi, maddi olaraq aktivləşmələr qoruyucu bir vəziyyətdə sizə doğru gələcək. Bu bürclər isə belə deyim, tərəzilər, dolçalar, şirlər, qızlar, oxatanlar və əkizlər siz olacaqsınız. Bir bürc özünü qoruma vəziyyətini çox ciddi bir şəkildə almalıdır. Əkizlər bu sizlərsiniz. Çünki yuxularınıza çox ciddi fikir versə, düzdür, əkizlərin çoxsu yuxu görmə yoxdur. Çünki onlar dərin meditasiya vəziyyətində olurlar, dərin yuxu vəziyyətində olurlar. Bircə dənə əkizlərdir ki, öz yuxularınızı ciddi verin, çünki fikir verin. Çünki yuxularınızda çox böyük məna və çox böyük açarlar sizə məlumat kimi gələcək.